Salam, hər vaxtınız xeyir olsun. Əziz Qanun TV.az xəbər portalının izləyiciləri. Hal-hazırda mən Qanun TV.az xəbər portalının rəhbəri Vəliyev Bəxtiyar Sabiroğlu Sumqayıt şəhər Park Bulvar ərazisindəyəm. Burada belə bir tikinti mövcuddur. Tikinti şərtlərinə, əməllərinə o işləyənlər, yəni belə deyək ki, heç cür riayət eləmir. Yəni hardasa xüsusi bir geyim olsun, başlarında kaska deyirik biz ona. Yəni qoruyucu bir papaq olsun. Bunların heç biri yoxdur. Görürsünüz əziz qardaşlar, bir çox ağaçlar da burada hasara alınmışdır. Ehtimallə indi bu ağaçlar da buradan söküləcək. Bunu biz indi uşaq deyirik, bilirik. Bax, tikinti belə bir ərazini müşahidə eləyir. Yəni belə bir ərazi, sözü gedən ərazi Park Bulvar ərazisidir. Sumqayıt şəhəri. Əlbəttə ki, sizləri bu gördüyünüz olmuş mənzərə Sumqayıt şəhərində Park Bulvarın ərazisindədir. Və tikintinin də qanunsuz olmağını buradan yəqin edirik ki, burada bunların kodları yoxdur. Yəni tikinti icazə kağızı əslində bura vurulmalıdır və gələn gedənlər də o kağıza daxil olaraq bilməlidir ki, bu tikintinin icazəsi var ya yox. Bax, belə bir qanunsuz tikinti. Əziz qardaşlar, bu yenə deyirəm, xatırladım ki, Sumqayıt şəhəri Park Bulvar ərazisində olan bir tikintidir. Yuxarıda da işləyənləri görürsünüz, başı açıq, gözü açıq. Biz əlbəttə buranın rəhbərini görmək istədik. Amma buranın rəhbərini dedilər ki, burada deyil, gec gələcək və yaxud da gəlməyəcək. Yəni bizə gəlib açıqlama verməkdən belə çəkindi və yayındı. Sağ olun dostlar, bizdən ayrılmayın, bizimlə qalın.